Gördüyünüz abi cütlük neçə ildir uşaq sahibi ola bilmirlər. Məncə hər dəfəsində oğlan saqqalı imkan vermir ona görə. Qıtığım gəlir, qıtıqlama məni, qıtığım gəlir. Hər nəysə, hablar mızıqlaşan zaman qızın qulağına dam-dum, part-purt səs gəlir. O nə səsi idi elə? Axşam noxud çox yemişəm, onun səsidir yəqin. Balam, Ay, neynirsən? O nədir elə? O nədir? deyirəm bəlkə işıq çəkmişsən, uşaq düzəldək. Habi qaranlıqda bitdən görürlər ki, uzaqdan nəsə parıldayır. Gəlib həmən yerə baxırlar ki, həblə Sveta Muska aparatın içində gözü fosfor bir bəbiş yerə düşüb. Və uşağı çekab analizat elətdirmədən Tanrıya qurban olum göydən düşübdü də deyib götürürlər evlatlığa. Uşağı sevgi ilə, məhəbbətlə böyüdüb yekə kişi eləyirlər. Bir sözlə xoşvaxt bir ailə olurlar. Xoşbaxtlığın Qaqaş dərslərini də çox super oxuyur. Cümşid dəda səsini çıxarma orada. Brayer bizə çaldıran döyüş haqqında danışa bilərsən? Bu cəmaatın anası bayısı var müəllim. Mənim tərbiyəli oğlanlardan xoşum gəlir. Hər şey gözəl, super gedirdi. Ancaq bir gün oğlan qulağına cic-cic səslər gəlməyə başlayır. Qaqa səsin təsirindən pəncərəyə qalxıb, anası tez səsə çıxıb, ay oğlum sən səysən nəsə niyə zotuluysan? Canmama qurban. Uşağı evə gətirib təzdən yatışdırır. Yeri gəlmişən uşağın qulağına gələn ha bu qəribə səslər o dünyaya düşdüyü Sveta Muska aparatın içindən gəlirdi. Həmin aparatı ailəsi ha bu podvalda gizlətmişdi və uşağın habından xəbəri yox idi. Ümumiyyətlə uşağın xəbəri yox idi ki, göydən düşüb. Elə bilirdi yetimxanadan götürüblər. Sabahsı gün qaqaş otları biçmək üçün əhtacı xodlamaq istəyir. Qaqaş əlinə baxır ki, bu nədir? Mən kələymişəm ki. Gəlir əhtacın düşdüyü yerə. Qaqaş 31 çəkmaqdan əlləri olur daş kimi. Uşağın ad günü olur kimi. Uşağın ad günü olur, xalası əri uşağa tüfəng hədiyyə eləyir. Atom bombası hədiyyə eləyərdin. Uşaq nədir, fişəh nədir? Polis tüfəng nədir? Boy. Uşaq dələ ona olmaz. Tüfəngimi ver bula. Natari başa düşmədik. Deyirəm ki, tüfəngimi ver bula. Bay dədə. Ha, uca sıçdın güllü tumanın içinə. Davay o ya. Uşaq get-gedə aqressivləşməyə başlamışdı. Yemək yeyib doymurdu, vilka qaşıqda basışdırırdı. Maması otağını eşəliyib hava aqressivliyin səbəbini axtarmağa çalışır. Və yorğanın altında açabına bax da. Mən də deyirəm niyə uşağın beyni çönüb. Ərgənlikdir də. Ancaq vərəqladıqca görürlər ki, uşaq bədənlə kifayətlənməyib uje keçib salata. Gör abi uşaq nə ilə kayf tutur da. Dədəsi oğlu ilə meşalığa ova gəlib, biraz da oğluna həyatı başa salmağa çalışır. Oğlum biz də ərgənlik vaxtında evdə işim olmayanda tualetin qapısı açıq sıçırdıq. Evə qız atmaq zat, polno səslə muska. Bir sözlə pipin oxumağa başlayıb deyə öz ərgənlik zirzibilləri və cəmaatın direktinə, yorumlara zada atmaq məcburiyyətində deyilsən. Atasının öğüt nəsihətlərinə baxmayaraq, oğlan girir sinif yoldaşının öyünə. Boy, qorxdun? Nə olub? Anasının vəhşi kimi girməyə qızı daha çox qorxutdu. Boy, qorxdun? Nə olub? Anasının vəhşi kimi girməyə qızı daha çox qorxutdu. Adam Brayer maddə bərir. Hada! Azabda işim yoxdur. Nənəmin qəbri oradaydı. Uyufsan azcan. Bir gün axşam atasının qulağına səs gəlir. Atası fikirləşir ki, toyuqları yenə canavar hücum eləyib və snayperini də götürüb hadisə yerinə gəlir. Toyuqları dəliləyən canavar deyil, Brayer idi. Oya nə gəlsən? Oya səndən də ola, ha? Qoy partlasın. Qoy partlasın. Haban böyüdükcə zayı çıxır. Qoy partlasın. Qoy partlasın. Dədəsi də öyə gəlib kəlləsini atıb yatır və hindən dəhşətli səslər gəlməyə başlayır. Valideynləri səsə oyanıb gəlib görürlər ki, toyuqların hinində soyqırım olub.
Bax, oğlun qardı çolpalarımı gül kimi sup elib yiyəsidim. Amma təbii ki, anası ha buna inanmır, elə deyir ki, canavar eləyib. Məktəbdə uşaqlar bir-birinin üstünə yıxılma oyunu oynayırlar. Yəni biri ortada dayanıb dostlar bir-birinin üstünə yıxılma oyunu oynayırlar. Yəni biri ortada dayanıb dostların üstünə yıxılır, dostları da onu yerə yıxılmağa qoymamaqla bir-birlərinə olan güvənlərini artırırlar. Növbə Brayra çatır və qızın üstünə yıxılanda qız saxlamır, pox kimi dəyir yerə. Sən asfalta güvən. Açası sasozu, qaldır az uşağı. O tərbiyəsizdir. Yalancı anasını. Aya, Ana söküşü sevmə. Ana müqəddəsdir, qəhvə oğlu qəhvə. Sonda qız əlini uzadır. Ay mama, nə olsa? Təsadüfi qəza hadisəsi deyib, ha bu məsələyə görə Brayerə heç bir cəza vermirlər. Ancaq qızın anası Brayer'in cəzalanmasını tələb edirdi. Qızımın əli əzmə salatına döndərif. Brayer öyə geyəndə Habarvada bir dənə təs baxır ki, I am bebek. Promoy öyə gəlib padvalı açır. Qoy partlasın. Vur partlasın. Qoy partlasın. Qaqa özündəki gücü tam kəşf etdikdən sonra Promoy gəlir abijini qaldığı qızın anasının yanına və tötbaş eləyir. Ha bu Brayer'in ilk cinayəti olur. Habın kostyumunun zadına baxın, krasovkanı keçirib təpəsinə güya super qorxunc adamdır. Uşağın fantaziyası habından artıq olmayacaq ki. Brayer cinayətlərinə davam eləyir. Növbəti hədəfi xalasının əri Noah qardaşımız olur. Kişinin fantaziyası habından artıq olmayacaq ki. Brayer cinayətlərinə davam eləyir. Növbəti hədəfi xalasının əri Noah qardaşımız olur. Kişini pambıq kimi göyə qaldırıb, pox kimi yerə tullayır. Noah qardaş da abuda xosunvay olur. Dədəsi yavaş-yavaş uşaqdan şübhələnməyə başlamışdı. Özdə şübhələnmək ya kişi. Gədə qatıq-qatıq şeylərə baxır. Toyuqların qabağında dayanır, 5 dəqiqə sonra toyuqlar mındar olur. Xalqın qızının əlini əncir eləyir, savaqsı göyə anası yoxa çıxır. Anası gözü qabağında göyəzədə uçur, hablar elə şübhələnməkdədirlər. Aydındır ki, gədə kriminalna avtoritetdir, özdə göydən düşüb. Başqa nə gözləyirsiniz? sən öldürmüsən onu. O mənim ən yaxın dostum idi. Bu əllə ondan danışma. Həri vəhşi. Öldürübsən, onsuz da bir gün hamımız öləcək, get. Sabahsı günü Brayer atası ilə ova gedir. Sən həmişə mənə balaca dümbülüm olacaq. Das svidaniya doşam. Anası sanki uşaqla bir dəfəlik sağollaşırdı. Dədəsi ilə gəlirlər meşalığa, uşağın xəbəri olmadan dədəsi arxadan abunu tuşlayır. Dədə göbələk tapdım. Oğlunu daldan vuran oğraş. Var yoxsa lanet doşan vuruldu bitdən oldu. Belalıqla dədəsini svarkalayıb ütülüşdür. Dədə göbələk tapdım. Oğlunu daldan vuran oğraş. Var yoxsa lanet doşan vuruldu bitdən oldu. Belalıqla dədəsini svarkalayıb ütüləyir. Sonra da Promoyca anasını dalayacaq. Qoşun olur nə? Anası marqatya tez qaçır anbarlarına. Təbii ki, oğlu da hamını dalayacaq. Oğlum Spider Batmanı həblə qələtlər eləməyib. Supermandan ibrət götür. Bağışla mama. Mama yesin dil o. Öl bambılı köpək uşağı. Prankda zarafat eləyirdim. Ha bu uşaq düzəlmək istəyir də niyə imkan vermirsiniz? Elə hərə bir tərəfdən kriminala yönəldir. Qaqaş anasını göyün 7-ci qatına qaldırıb, habıdan da tullayır. Həmişəki kimi ən sonda skoru pomuş polis zat gəlir, qaqaş da heç zad olmamış kimi piçenniqini yeyir. Və filmimiz də qutarır. Həblə dostlar, bir videomuzun yenə sonuna çatdıq. Əgər kanalımızı bəyənirsinizsə videoları like edib kanalımıza abunə olmağı unutmayın. Yeri gəlmişkən gözlədiyim qorxu oyunlarının çıxmağına az qalıb, inşallah oynayıb sizlə də paylaşacağam. Növbəti videolarda görüşənədək. Öpəyirəm.